Mən bilirdim ki, bunlar alçaq millətdilər. Amma bu dərəcədə yox. İnanırsan, elə bir qonşular da dəyişiblər. Bax, bu Aşotla biz 100 ildir qonşuyam. Təsəvvür edirsən, o da dəyişib. Elə bir kimsə gecələr bunlara dərs keçir, gündüz də başqa adamlar var. Nə deyirlər şəxs? Hələ bir söz demirlər, amma mən də başa düşürəm axı. Hərdən bir söz atırlar ki, ay siz bura gəlməsiniz, bu torpaqlar bizimdir. İnanırsan, yanıb tökürürəm. Deyirəm, ki, nə olsun Ermənistan SSR-nin ərazisi sayılır. 7 arxa dönənim mənim burada yaşayır, qəbirləri də buradadır. Akif, sən bilən bunlar nə fikirləşirlər, nə eləmək istəyirlər? Məyər bu boyda Sovet hökuməti bunların öhdəsindən gələ bilməyir? Allah Rasim, mən də narahatam. Deyəsən, bu ölkə dağılır. Allah axını saxlasın. Amma gün aşırı İrəvandan bura saqqallı ermənilər gəlməkdədir. Bu Sərkiskin evinə yığışırlar. Bir də ki, eşdirən ki, aralarında, öz aralarında pul yığırlar. Nə bilim, heç nə başa düşə bilmirəm. Amma mən biləm, bunlar nəysə bir şey hazırlayırlar. Rasim, niye evlenmirsin? Yox, qardaş. Evlənmək mənlik deyil. Fatmanın ölümündən 10 il keçir. O vaxt Azər balaca idi. Evin bütün işlərini özüm görürdüm. İndi maşallah böyüyüb atasına kömək eləyir. Ata-bala əl-ələ verib dolanırıq. Bir də mənim aləmimdə kişi bir dəfə evlənər. Həm də açığı istəmədim Azər ögey ana himayəsinə böyüsün. Ona görə. Güzar bacım incəcək məndən. Deyəcək, Akif gəldi, məni görmədi. Amma inan vaxtım yoxdur. Yox, inciməz. Mən deyərəm, başa salaram. Bir də ki, sən indi maşallah, rəis adamsan. Allah sağ olasın. Azərə atıb verir. Ya, nəsə, onu deyim. Azər inşallah gələn il məktəbi bitirir. İnşallah. İstəyir ki, Bakıya gəlsin, ali məktəb üçün. İnşallah məktəbi yaxşı qiymətlərlə qutarsın. İnşallah, inşallah. İnanıram ki, usta da qəbul olur. İnşallah. Bakıya gələrsən, olarsan əminin balası. Bilmək olmaz, bəlkə o vaxta qədər atanı da yola gətirdim, köçdü Azərbaycan. Yox, qardaş. Mən heç yerə gedə bilmərəm. Bir də atamızın, anamızın qəbri buradadır. Fatmanın da qəbri buradadır. Mən onları qoyum, hara gedim. Kimsən, gəl! Ana, nasıl? Gəl. Anası. Aşot kişi, nə olur? Ana, daha ne olacak ana? Senin itin bizim başımıza harap elədi ana. Ana sen neymişsen ana sen? Ana bu itinin sesine kessene ana. Teşekkür sözdür sana. Ha kişi itürər də. Aşotto, sən nəvələrin ürək istəmir. Ana bəs görmənə, özündən söz çıxartma. Aşot kişi, Ha, məni tanımadın. tanıdın? Tam olsun ha? Salam kəlamına mı? Salam kalam daha lazım.
Görürsən, bu da 100 ilin qonşusu.